Hər vaxtınız xeyir. Gəlin bugün birbaşa məsələyə keçək və Azərbaycan sürücüləri üçün yəqin ki, ən aktual suallardan birini aydınlaşdıraq. Dizel yoxsa hibrid? Yeni qaydalar, yeni qiymətlər, bütün bu reallıqlar fonunda hansını seçmək daha ağıllı addım olardı? Hər şey bax bu mənzərə ilə başladı. Təsəvvür edin, Azərbaycanın avtomobil bazarında sanki bir gecədə hər şey dəyişdi. Gömrük güzəştləri bitən kimi bir vaxtlar maşınla dolu olan o böyük meydançalar tamamən boşaldı. Bu vəziyyət də təbii ki, bir çox sürücünü çox ciddi bir sual qarşısında qoydu. Bəli, əsas sual əslində elə budur. Vergi güzəştlərinin ləğvi xüsusilə də hibridlər üçün bütün hesablamaları alt-üst etdi. Artıq hər birimiz avtomobil alarkən büdcəmizi, gələcək xərcləri qat-qat diqqətlə hesablamalıyıq. Yaxşı, gəlin başlayaq ilk namizədəmizdən dizel mühərriki. Bilirsiniz, o illərdir ki, öz gücü və dözümlülüyü ilə etibarımızı qazanıb. Sanki yolların ağır artilleriyasıdır. Baxın, əgər siz vaxtınızın çoxunu magistral yollarda keçirirsinizsə, ildə, deyək ki, 20.000 kilometrdən çox maşın sürürsünüzsə və ya tez-tez arxasına qoşqu taxıb ağır yük daşıyırsınızsa, dayanın, başqa bir şey axtarmayın. Dizel sanki məhz sizin üçün yaradılıb. Və bu rəqəm, yəqin ki, yanacaq doldurma məntəqəsindən hamımıza tanışdı, elə deyilmi? Bu, dizelin ən böyük üstünlüklərindən biridir. Hər litrdə benzinlə müqayisədə daha ucuz olması. Uzun məsafələr qət edəndə, inanın, bu kiçik fərq ilin sonunda cibinizdə qalan böyük bir məbləğə çevrilir. Amma burada çox vacib bir amma var. Əgər siz əsasən şəhər içində, işdən evə, evdən marketə kimi qısa səfərlər edirsinizsə, dizel mühərriki buna görə sizə sağ ol deməyəcək. Dizel mühərrikləri tam qızmağı, uzun məsafə qət etməyi sevir. Qısa məsafələr isə zamanla onun sağlamlığına ciddi zərər vura bilər. İndi isə gəlin ikinci rəqibimizə keçək və görək o vəziyyəti necə dəyişir. Bəli, söhbət hibridlərdən gedir. Bu texnologiya xüsusilə şəhər sürücülüyü anlayışını demək olar ki, yenidən yaradıb. Hibridlər harada güclüdür? Bax, məhz dizelin zəif olduğu yerdə, şəhər tıxaclarında, o bitib tükənməyən dayan-dur rejimində. Aşağı sürətlərdə benzin mühərrikini söndürüb, elektrikə keçməsi onu şəhər üçün inanılmaz dərəcədə qənaətçil edir. Və budur tənliyin o biri tərəfi, benzin qiyməti. Bəli, görürsünüz, litri dizeldən bir qədər bahadır, amma burada bir məsələ var. Hibrid şəhər içində bu benzini o qədər az içir ki, qiymətdəki bu cüzi fərq çox vaxt öz əhəmiyyətini tamamilə itirir. Amma Azərbaycanda bütün kartları yenidən qarışdıran bir amil peyda oldu. Hibrid avtomobil almağın o böyük maliyyə üstünlüyü təəssüf ki azalır. Vergi güzəştlərinin ləğvi o deməkdir ki, yeni hibridlərin ilkin alış qiyməti əvvəlkinə nisbətən xeyli yüksək olacaq. Yaxşı, kifayət qədər ayrı-ayrılıqda danışdıq, gəlin indi onları üz-üzə qoyaq və ən vacib məsələlərdə bir-birinə qarşı necə dayandıqlarına baxaq. Deməli, bütün məsələnin açarı əslində çox sadə bir sualdadır. Sizin gündəlik marşrutunuz haradandır? Uzun, açıq magistral yolları, yoxsa şəhərin səsküylü, tıxacılı küçələri? Cavabınız böyük ehtimalla hansı avtomobilin sizin üçün olduğunu göstərəcək. Bu cədvəl bizə böyük mənzərəni göstərir. Yəni, təkcə yanacağa nə qədər pul verdiyimiz yox, həm də gələcəkdəki texniki qulluq xərcləri və ətraf mühitə təsir kimi məsələlər də var. Gördüyünüz kimi, hər ikisinin özünə məxsus müsbət və mənfi tərəfləri mövcuddur. İndi isə gəldiyi pul məsələsinə, bəlkə də ən vacibinə. Buna özünü doğrultma müddəti deyirlər. Daha sadə dildə desək, hibridə əvvəldən ödədiyiniz o artıq pul, yanacağa etdiyiniz qənaət hesabına neçə ilə sizə geri qayıdacaq. Bu hesablamanı aparmaq çox vacibdir. Beləliklə, bütün bu məlumatlardan sonra biz burada bir qalib elan etməyəcəyik. Yox, məqsədimiz odur ki, siz bu məlumatlar əsasında öz şəxsi qalibinizi, yəni özünüz üçün ən doğru olan variantı tapasınız. Gəlin konkretləşdirək. Dizel kimlər üçündür? Əgər bu siyahdakı bəndlər sizin sürücülük tərzinizi tam təsvir edirsə, çox güman ki, dizel sizin üçün daha məntiqli və sərfəli bir investisiya olacaq. Bəs hibrid? Onu kimlər seçməlidir? Əgər şəhər həyatı, tıxaclarda maksimum qənaət və səssiz, rahat bir sürücülük sizin üçün prioritetdirsə, o zaman cavabınız çox güman ki, hibriddir. Və sonda, gəlin məsələyə biraz daha fərqli bucaqdan baxaq. Dünya sürətlə elektrikləşməyə doğru gedir, düzdürmü?
Bugün sizin dizel veya hibrid arasında etdiyiniz seçim əslində təkcə bugünlük bir qərar deyil. Bu, sizin avtomobil gələcəyinizə doğru hansı körpünü seçdiyiniz deməkdir. Cavab isə təkcə büdcənizdə yox, sükan arxasındakı həyat tərzinizdə gizlidir.